Səhnədə yaşanan duyğular, aktyorların ustalığı və hər təqdimatda hiss olunan dərin məna tamaşaçıları sanki başqa bir dünyaya apardı. Hər kəlmə, hər baxış insanın daxilində gizlənən sualları oyatdı. Tərəddüd, ədalət, vicdan və seçimlər. Özüdür, ömürlük sizin qulunuz. Horasio, sən mənim dostum olasan deyə, mən özüm olardım ömürlük qulum. Mənim əziz dostum, yaxşı, Wittenbergdən səni nə gətirib axı buraya? Biz bu əsəri repertuara təsdiq eləyəndə düşündük ki, doğrudan da bu çox ağır bir əsərdir, dünya klassikasıdır və biraz tərəddüd elədik ki, görəsən bu bizdə alınacaqmı və nəhayət alındı. Bugün artıq tamaşaçılarla görüşür. Özüm də ilk dəfə olaraq quruluş verdiyim tamaşada baş obrazı Hamlet obrazını canlandırıram. Bu da bir tərəfdən də bir ağırlıq qatdı mənim üçün. Çünki həm tamaşanın quruluşunu vermək, rejissorluğunu eləmək, həm də baş obrazı oynamaq və Hamlet kimi işi belə deyək, şəxsiyyətin ikiləşməsi prosesini aparan bir obrazdır. Çünki elə bir monoloqu, dünyaca məşhur bir monoloqu bəsdir ki, bunu ifadə eləyək, olum və ya ölüm. Hamlet yalnız bir tamaşa deyil, insan ruhunun güzgüsüdür. Səhnədə yaşananlar bir daha xatırlatdı ki, həyatın ən çətin anlarında belə insan öz həqiqətini axtarmaqdan vaz keçmir. Tamaşaya qədər biz bir deməli statistika apardıq. İş tamaşadır ki, demək olar ki, zalın yarısının bileti artıq iTicket üzərindən satılıb və indi yəqin ki, tamaşaçılar tamaşaya qədər də gəlib bilet alıblar. Və çox gözəl tamaşadır. Naxçıvan teatrı bu tamaşa ilə əsas hədəfi odur ki, özünün professionallığını sübut eləsin. Birisi də biz milli statusu almışıq və milli teatrda da qoyulan tələblərdən biri də dünya səviyyəli əsərlərin oynanılmasıdır. Burada fərqli nəyi qoymuşuq? Məsələn, Mirqabil Əkbərovun özü quruluş verdiyinə görə, həm də Hamlet oynadığına görə mən ikinci rejissor kimi demək olar ki, paralel qurmuşuq hər şeyləri. Mizan onun o kənardan özünü görə bilmirdi, amma digər rejissor görə bilir. Onun mizanları, onun səhnə davranışları, yəni əlimizi daşın altına qoymuşuq da. Bütün teatrın kollektivi bu tamaşanın yaxşı olması üçün əlindən gələn eləyir. Naxçıvan teatrı daim axtarışdadır və bu biz tək eləmirik. Bu bütün kollektivin əməyidir. Mən inanıram ki, bu illərdə, yəni 143-cü mövsümü qeyd edəcəyik mayın 11-də, bu ildə teatrımızın ən böyük töhfəsi budur. Teatrın sehirli ap-havasında toplaşan hər kəs bu dəyərli əsərin təsiri ilə uzun müddət düşünəcək. Çünki bəzi hekayələr sadəcə izlənmir, hiss olunur. Hamlet rolunu ifa edən aktyorun monoloqları, yəni yaşayırdı da tamaşanı və bu insanı tamaşanın içinə çəkirdi. Bu çox gözəl hiss etdirirdi. Həqiqətən möhtəşəm tamaşa idi, amma mən məsələni tamaşanın bədii rəhbərliyi, ümumiyyətlə teatrın bədii rəhbərliyinin hazırladığı tamaşanın bir yana, bura gələn artıq izləyici kütləsi, bu gün artıq yer yox idi, qıraqda qalanlar var, çöldə qalanlar var idi. Bu da Naxçıvan Milli Dram Teatrının səhnəyə qoyduğu yeni əsərlərin cəmiyyət tərəfindən necə yaxşı qarşılandığının nümunəsidir, tamaşaya söz yox idi. Ümid edirik ki, bu tipli tamaşalar davamlı olacaq və biz də cəb seyr eləyəcəyik. Əli Məmmədov, Rəşad Əkbərov, NTV Xəbər.